Salam əziz 9-cu siniflər. Yenə sizə dəstək videosu gəlir. Mən Daşqın müəllim, Riyaziyyatın Dərinliklər kanalında. Bugün sizinlə 2020-ci ildə buraxılışa düşən sualların izahı ilə tanış olacağıq. Yaxın əyləşin, başlayırıq. Birinci sualımız, verilmiş rəqəmlərdən düzəldilmiş ən böyük və ən kiçik ədədin cəmini tapın. Uşaqlar, burada ən böyük ədədi tapmaq üçün biz ən böyük rəqəmdən başlamalıyıq. Yəni 9-dan başlamalıyıq. Və bundan sonra ardıcıl gedəcək. Yəni 9-dan sonra 7, sonra 3, sonra 2, sonra 0. Bu bizim ən böyük ədədimiz olacaq. Ən kiçik ədədi tapmaq üçün isə ən kiçik rəqəmdən başlamalıyıq. Burada ən kiçik rəqəm 0-dır. 0-dan başlayan ədədimiz yoxdur deyə 2-dən başlayacağıq. 2, sonra 0. Sonra ardıcıl gedəcək. 3, sonra 7, sonra da 9. İndi bunların cəmini tapmaq üçün biz bunları alt-alta toplayaq. 0 ilə 9-un cəmi 9, 2 ilə 7-nin cəmi 9, 3 ilə 3-ün cəmi 6, 7 ilə 0-ın cəmi 7, 9 ilə 2-nin cəmi isə 11 eləyir. Deməli, biz aldıq 117.699. Burada cavabımız olacaq D variantı. Gəldi ikinci sualımıza. İkinci sualımız bir tənliyə aiddir. Bu bizim bildiyimiz adi bir tənlikdir. Azalan, çıxılan fərq. Uşaqlar, biz ibtidai sinifdən bilirik ki, çıxılanı tapmaq üçün azalandan fərqi çıxırlar. Böyük siniflərdə isə biz öyrənmişik ki, bax, burada mənfi x var. Bu mənfi x-i bərabərlikdən digər tərəfə gətirəndə müsbət x olacaq. Eyni zamanda burada 7-də 3 var. Müsbət 7-də 3. Bunu da bərabərlikdən digər tərəfə gətirəndə mənfi 7-də 3 olacaq. Mənfi 7-də 3. Və beləliklə də biz ədədləri bir tərəfə, dəyişənləri isə digər tərəfə yığmaq metodundan istifadə edəcəyik. Biz ədədləri bir tərəfə yığaq. 23-də 11 çıxılsın 7-də 3 bərabərdir. 23 ilə 7-yə ortaq məxrəc tapmaq üçün biz bunları vuracağıq. Kəsirləri çıxanda, kəsirlərin məxrəcləri qarşılıqlı sadə ədədlərdirsə, onda onların əköbü onların hasilinə bərabər olur. Yəni, biz məxrəcləri bir-birinə vuracağıq. Surətləri də çarpaz vurub çıxacaq. Yəni, 7-ni 11-ə vuracaq, 77. Çıxılsın, 23-ü də 3-ə vuracaq, 69. Məxrəcimizdə 7 dəfə 20-nin 140, 7 dəfə 3-ün 21, bu olacaq 161. 161. Surətdə 77-dən 69 çıxacaq, bu da olacaq 8. 161-də 8 B variantı olacaq. Yəni, tənliyi həll etmək üçün, xətti tənliyi həll etmək üçün dəyişənləri bir tərəfə yığırıq, ədədləri də digər tərəfə yığırıq və bu zaman işarə əksinə dəyişir. Bunu yadınızda saxlayın uşaqlar. Üçüncü sualımız bərabərsizlik mövzusudur. Biz bərabərsizlik mövzusunu da tənlik kimi həll edəcəyik. Yəni, burada x-i saxlayırıq. Bu müsbət 13 var, ha. Müsbət 13-ü keçirəcəyik digər tərəfə. Mənfi 13 olaraq. Yəni, belə olacaq. 17 çıxılsın 13. İşarə olduğu kimi qalır. Burada x qalır. İndi 17-dən 13 çıxanda 4 eləyir. 4. Burada da x var. Bu demək ki, x, bax, görürsünüz, işarənin böyük tərəfi x-ədir. Yəni, x 4-dən böyükdür və 4-ə bərabərdir. 4-dən böyük və 4-ə bərabər olan birinci ədədimiz elə 4-dür. Sonrakılar 5, 6, 7 və s. gəlir. Biz də deyir ki, bərabərsizliyin ən kiçik həllindən 10 vahid böyük olan ədədi tapın. Bərabərsizliyin ən kiçik həllindən, yəni 4-dən 10 vahid böyük olan ədəd 14 olacaq. İndi gələk 4-cü sualımıza. Həm 40-a, həm 15-ə böldükdə qalıqda 3 alınan ən kiçik natural ədədi tapın. Gəlin biz bunu həll eləyək. Həm 40-a, həm 15-ə böldükdə qalıqda 3 alınan ədəddən söhbət gedir. Bu cür misalları biz necə həll eləyirdik uşaqlar? Əçob taparaq.
Bu natural ədədlər mövzusuna aid sualdır. Əçob 40, 15, üstə gəlinsin 3. 40 ilə 15-in əçobunu tapmaq üçün biz 40-ı və 15-i sadə vuruqlarına parçalayaq. Bilirik ki 40, 2 vur, 2 vur, 2 vur, 5'dir. 15 isə 3 vur 5'dir. Yəni 3 vurulsun 5'dir. Burada 5'ləri götürürük. Yəni ortaqlığa götürüb 1 yazırıq. Yerdə qalan ortaq olmayanlara vuracağıq. Yəni 2 vur, 2 vur, 2 vur, 3. 5 dəfə 2 10 eləyir. 10 vurulsun. 2 dəfə 2-nin 4, 4 dəfə 3-ün 12. Bu oldu 120. Deməli 40-a və 15-ə bölünən ən kiçik ədəd 120-dir. Düzdürmü? İndi biz nə qaracağıq? 120-nin üstünə, baxın burada üstə gəlib, yenə 3 də var axı. 120-nin üstünə 3 gələcək. Cavabımız olacaq 123 D variantı. İndi gələk 5-ci sualımıza. Bir briqada işi 8 saata, digəri isə 9 saata görür. 2 briqada birlikdə 4 saat işləsələr, işin hansı hissəsi görülməmiş qalar? Uşaqlar, bu cür sualları həll eləmək üçün biz 1 saata görülən işi tapmalıyıq. Bir briqada işi 8 saata görürsə, 1 saata işin hansı hissəsini görür? 8-dən 1 hissəsini. Digərdə işi 9 saata görürsə, 1 saata işin hansı hissəsini görmüş olur? 9'da 1 hissəsini. Onda bunlar birlikdə işləsələr işin hansı hissəsini görmüş olarlar? 8'də 1, üstə gəl 9'da 1. Yenə də məxrəcləri bir-birinə vuraq, 72. Surətləri də çarpaz vurub toplayaq. 9'u 1'ə vuranda 9, üstə gəl 8'i 1'ə vuranda 8. Bu da oldu 72'də 17. Uşaqlar, bu 1 saatda görülən işdir. Yəni 2 fəhlənin birlikdə 1 saata gördüyü işdir. Düzdürmü? Bizə deyir ki 4 saat işləsələr. Əgər bunlar 1 saata 72'də 17 iş görürlərsə, bəs 4 saata hansı işi görəcəklər? Bunu tapmaq üçün aldığımız kəsri 4'ə vuracağıq ki 4 saata gördükləri işi tapmış olaq. Bu zaman 4 ilə 72 ixtisar edəcək. Burada 18 qalacaq. Və olacaq 18'də 17. 18'də 17. Deməli 4 saata 18 hissədən 17'sini görmüş olurlar. Onda işin hansı hissəsi görülməmiş qalır? 18'dən bir dənəsi görülməmiş qalır. Yəni 18'dən 17'sini görürlər, biri isə görülməmiş qalır. İndi gələk 6-cı sualımıza. 6-cı sualda bizə deyilir ki, bölən 7 olarsa, alına bilən qalıqların cəmini tapın. Uşaqlar, bölən 7-dirsə, biz bilirik ki, qalıq həmişə böləndən kiçik olur. Yəni, qalıqlar belə olacaq. 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4, üstə gəl 5, üstə gəl 6. Yəni, bölən 7-dirsə, qalıqlar böləndən kiçik olduğu üçün 7-dən kiçik olmalıdırlar. Bərabərdir. 1 ilə 2-ni 3, 3 ilə 3'ü 6, 6 ilə 4'ü 10, 10 ilə 5'i 15, 15 ilə də 6'nı 21 eləyir. Deməli, burada cavabımız olacaq 21 Y variantı. Gələk 7-ci sualımıza. Bizə bir tənliklər sistemi verilir burada, uşaqlar. Tənliklər sistemini həll etməliyik. Baxın, tənliklər sistemini həll etmək üçün biz onların uyğun dəyişənlərinin əmsallarını eyniləşdirməliyik. Burada həmin işə ehtiyac yoxdur. Niyə? Çünki B-lərin əmsalları, baxın, B-ləri görürsünüz, B-lərin əmsalları eynidir. Ona görə də biz bunları sadəcə olaraq toplayaq. Toplayanda mənfi B ilə müsbət B bir-birini aparır 0'a, qalır A ilə 3A'nı toplayanda 4'a, bərabərdir 1 ilə də 3'ü toplayanda 4. Buradan A bərabərdir. 4'ü 4'ə bölüb 1 alarıq. Düzdürmü? İndi A-nı 1 aldıqda, gətirək yerinə qoyaq hər hansı bir tənlikdə. 1 çıxılsın B bərabərdir 1. 1-dən nəyə çıxanda 1 eləyir? 0'ı çıxanda. Demək ki, B 0'dır. İndi bizə deyir ki, A kubu çıx B kubunu tapın. A kubu çıx B kubu.
Bu da 1'in kubu çıx 0'ın kubu deməkdir. 1'in kubu 1 eləyir, 0'ın kubu da 0 eləyir. Bunlar da çıxanda 1 eləyir. Cavab A variantı olacaq. 8-ci sualımıza gələk. Görək 8-ci sualda nə deyilir? İki ədədin fərqi 20-dir. Cəmi 46-dır. Onların hasilini tapın. Bu da hal-hazırda elədiyimiz tənliklər sistemi ilə eynidir. İki ədədin fərqi 20-dirsə, yazacağıq ki, A çıxılsın B bərabərdir 20. Cəmi də 46-dırsa, yazacağıq ki, A üstə gəl B bərabərdir 46. Bunları toplayanda nə alınacaq? Mənfi B və müsbət B bir-birini aparacaq. A ilə A-nı toplayanda 2A. Bərabər 20 ilə 46-nı toplayanda 66. A da bərabərdir 66-nı 2-yə bölək 33. Demək ki, A oldu 33. İndi bax, gətirək bunu hər hansı bir tənlikdə, məsələn, birinci tənlikdə yerinə yazaq. A-nın yerinə 33 yazıram. Çıxılsın B bərabərdir 20. 33-dən nəyi çıxanda 20 eləyir? 13-ü çıxanda. Beləliklə də B oldu 13. Ne deyir ki, bunların hasilini tapın. Yəni A vurulsun B-ni tapın. A 33, B isə 13-dür. 33-ü 13-ə vuranda 10-u 33-ə 330. Üstə gəl 3-ü də 33-ə 99. O da bərabərdir. 0 ilə 9-u 9 eləyir. 3 ilə 9-u 12 bir yadda. 3-ü də 1, 4 olacaq. 429 B variantı olacaq cavabımız. Gəldik 9-cu sualımıza. 9-cu sualda yenə də bərabərsizlik verilir və bizə deyilir ki, tam həllər çoxluğundan təsadüfi götürülmüş ədədin sadə ədəd olması ehtimalını tapın. Uşaqlar, biz bu bərabərsizliyi həll eləyərkən 2,2 ilə 13 arasındakı tam ədədləri yazmalıyıq. Gəlin yazaq. 2,2-dən böyük 13-ə qədər olan tam ədədlər nələr olacaq? Deməli, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Neçə dənə ədəd oldu cəmi? 10 dənə ədədimiz oldu, 10 dənə. Bu 10 dənə ədəddən neçə dənəsi sadədir? 3 sadədir burada. 3 sadə, 5 sadə, 7 sadə və 11 sadə. 4 dənəsi sadədir. Deməli, 10 dənə ədəddən seçilmiş bir ədədin sadə olma ehtimalı 10-dan 4 olacaq. Yəni 0, 10-da 4. Bu da C variantı olacaq uşaqlar. 10-cu sualımıza baxaq. A-nı mənfi 22,5 verir və kök altında 4/2A ifadəsinin qiymətini bizdən soruşur. Bu sadəcə hərfi ifadədir. Yəni, hərfin qiymətini yerinə qoyub hesablamaqdır. Biz əvvəlcə 4/2A ifadəsinin qiymətini hesablayaq. 4 çıxılsın, 2 vurulsun. Mənfi 22,5. Mənfi 22,5. O da bərabərdir 4. Çıxı mənfiyə vuranda üstə gəl. 2-ni 22,5-ə vuranda da 45 eləyir. 4 ilə 45-in cəmi də 49 eləyir. Onda verilmiş bu ifadənin qiyməti kök altında 49 olacaq. Kök altında 49-dan da 7 çıxdığı üçün cavab D variantı olacaq. İndi gələk 11-ci sualımıza. 11-ci sual. Trapesiyanın diaqonalı onun orta xəttini 2 bölüş nisbətində bölür. Orta xətt 15 cm-dir. Oturacaqlar fərqini tapın. Trapesiya çəkək yenə uşaqlar. Və bu trapesiyanın orta xəttini çəkirəm. Orta xətt diaqonal orta xətti 2 bölüş nisbətində bölür. Bir dənə diaqonal çəkirəm. Bu, həmin orta xətti 2 bölüş nisbətində bölür. Qoy bura 3K olsun. Burada 2K olsun. Onda
yuxarıdakı, yəni kiçik oturacaq nə olacaq? 4K. Çünki oturacaq orta xəttdən həmişə 2 dəfə böyük olur. Aşağıdakı böyük oturacaq isə 6K olacaq. Və orta xətt nəyə bərabərdir? Oturacaqlar cəminin yarısına. Yəni 4K-la 6K-nı toplayıb 2-yə böləndə orta xətti alacaq. Bizə deyir ki, orta xətt 15-dir. 4 ilə 6-nı 10, onu 2-yə böl. 5K 15, K isə 15-i 5-ə böl 3 eləyəcək. Oturacaqlar fərqini tap. Yəni 6K-dan 4K-nı çıx. Bu da olacaq 2K və 2 vurulsun 3 bərabərdir 6 olacaq. Cavabımız Y variantı olacaq uşaqlar. İndi isə keçdik 12-ci sualımıza. 12-ci sualda bizə nə deyilir? Radiusu 6 cm olan çevrənin diametrini tapaq. Gəlin tapaq. Deməli uşaqlar, biz bilirik ki, diametr radiusdan 2 dəfə böyük olur. Yəni radius 6-dırsa, onda diametr 12 olacaq. Və cavabımız 12 B variantı olacaq. Gəldik 13-ə. Yalnız 3-ə bölünən ədədlərdən ibarət olan çoxluğu göstərin. 3-ə bölünən ədədlərdən ibarət çoxluq, baxaq. A variantı, bizə deyir ki, yalnız 3-ə bölünsün. Baxın, A variantında 12 var, bu 6-ya da bölünür, 4-ə də bölünür. Bunu deyirmi görəsən? Yəni də baxaq, A variantı 12, 18, 27, 24, bunlar hamısı 3-ə bölünür. C variantı 15, 18, 24, 46. 46 bölünmür 3-ə. Y variantı 12, 18, 19 3-ə bölünmür. B-də 26 3-ə bölünmür. D-də isə 16 3-ə bölünmür. Onda bizə sadəcə 3-ə bölünən ədədlər çoxluğunu tapmaq soruşulur. 14. 5% 23 olan ədədi tapın. 5% 23 olan ədəd bu demək ki, 5% 23-dürsə, bəs onda 100% nə qədərdir? X. 100%-də X olacaq. Buradan çarpaz vurub tapaq. 5-i X-ə vuraq 5X. Bərabərdir 100-i 23-ə vuraq 2300. X də bərabərdir 2300 bölünsün 5. 100-ü 5-ə bölək 20. 20-ni də 23-ə vuranda 460 eləyəcək. Bu da cavabımız Y variantı olacaq. İndi isə gələk 15-ci sualımıza. 15-ci sualda deyilir ki, 78-in kvadratı çıx 22-nin kvadratı. Yəni 78-in kvadratı çıx 22-nin kvadratı bərabərdir 78 çıx 22 vur 78 üstə gəl 22. O da bərabərdir 56 vurulsun 100. İndi mən bunu, bu 56 vur 100-ü bölməliyəm 56-ya. 56 vurulsun 100 bölünsün 56. Buradan 56'lar ixtisar gedir və qalır 100. Cavabımız D variantı. Gələk 16-cı suala. Bucağa qonşu olan iki bucağın cəmi 280-dir. Verilən bucağın dərəcə ölçüsünü tap. Bax, bucağımız bu bucaq olsun. Buna qonşu olan iki bucaq isə bir-birinə qarşı bucaqlardır. Qarşı bucaqların cəmi 280-dirsə, onların hər biri 140 olacaq. Çünki qarşı bucaqlar bir-birinə bərabər olurlar. Əgər bu bucaq 140-dırsa, onda ona qonşu olan bucağa 40 düşəcək. Çünki qonşu bucaqların cəmi 180 dərəcə olur. Deməli, cavabımız 40 dərəcə olacaq. 17-ci suala baxaq. 17-ci sualda uşaqlar, birinci kəsrin surəti aydın görünür ki, A üstəgəl 2-nin mörtəzə kvadratıdır. Birinci kəsrin məxrəci isə A çıx 2-nin mörtəzə kvadratıdır. Buradan sonra bölmə işarəsi var. Uşaqlar, bölmə nədir? Bölmə tərsinə vurmadır.
Yəni biz bölmənin yerinə vurma yazacağıq və digər kəsri tərsinə çevirəcəyik. A çıxılsın 2, A üstəgəl 2. O da bərabərdir. Aydın görünür ki, surət və məxrəclərdə bir-biri ilə eyni olan vurğular var. Ona görə də bunları ixtisar eləmək olar. Bax, aşağıda A üstəgəl 2 ilə yuxarıdakı A üstəgəl 2-nin bir dənəsi getdi. Eyni qayda ilə yuxarıda A çıx 2 ilə aşağıdakı A çıx 2-nin bir dənəsi getdi. Nə qaldı? A üstəgəl 2 böl A çıx 2 qalır. Bu isə baxaq görək hansı variantdadır. A üstəgəl 2 böl A çıx 2 isə C variantımızdadır. İndi gəldik növbəti sualımıza, 18-ci suala. Gəlin 18-ci sualı həll eləyək. On 18-ci sual sadə bir hesablamadır. Yəni bizə deyir ki, 5-də 3 üstəgəl 3-də 2. Bu da 15-də çarpaç vuraq 9 üstəgəl 10, yəni 19. Və 15-də 19-u indi də vuraq 19-da 5-ə. Bunları vuranda bax, ixtisarlar gedir. Qalır nə? 15-də 5. 15-də 5-i də 5-ə ixtisar eləsə yuxarı 1, aşağı 3. Deməli 3-də 1 olacaq cavabımız D variantı. 19-cu sual. Üçbucaqlar oxşardır. AB və BC-nin uzunluğunu verir. A1, B1 və B1, C1-in uzunluğunu isə dəyişənlərlə verir. Biz bilirik ki, uşaqlar, oxşar üçbucaqların uyğun tərəfləri mütənasib olur. Yəni, biz AB-ni bölməliyik A1, B1-ə uyğun tərəfləri. Uyğun tərəflər nisbəti bərabər olmalıdır oxşar üçbucaqlarda. BC-ni də böləcəyik B1, C1-ə. Gətirək yerinə qoyaq. AB 10-dur. A1, B1 x çıx 2-dir. BC 16-dır. B1, C1 x üstəgəl 1-dir. Çarpaz vuraq. 10 vurulsun x üstəgəl 1. 16 vurulsun x çıx 2. Mörtəzəni açaq. Mörtəzəni açanda 10x üstəgəl 10 bərabərdir 16x çıx 32. Və burada bu 10x-i əks işarə ilə digər tərəfə gətirəndə mənfi 10x olacaq. Onda belə çıxır ki, 16x-dən 10x çıxacaq. Eləyəcək 6x tərəfdə. Mənfi 32-ni isə, bu mənfi 32-ni isə əks işarə ilə, yəni müsbət işarə ilə digər tərəfə gətirəcəm. Onda burada olacaq müsbət 32. Yəni 32 ilə onu toplayacam. Olacaq 42. İndi 42-ni də 6-ya böləndə 7 olacaq. 2 7 olacaq. Cavabımız B variantı. Tənliyi həll eləyəndə bayaq da demişəm. X-ləri, yəni dəyişənləri bir tərəfə, ədədləri digər tərəfə keçirmək lazımdır. Bu zaman onların işarəsi əksinə dəyişir. 20-ci sualımıza baxaq. 20-ci sualımızda belə bir məsələ verilir. Funksiyanın qiymətlər çoxluğunu tapın. Funksiyanın qiymətlər çoxluğu 4AC çıxılsın B kvadrat böl 4A düsturu ilə tapılır. Bərabərdir. 4 vurulsun. A əmsalı 1-dir. 1. Vurulsun. C əmsalı 15-dir. Sərbəst hədd. Çıxılsın B. B də 6-dır. 6-nın kvadratı. Bölünsün 4A. Bərabərdir. 4 dəfə 15-in 60. Çıx 36 böl 4. 60-dan 36 çıxanda 24. 24-ü 4-ə böləndə 6 eləyir. Cavabımız deməli bu olacaq ki, baş həddin əmsalı müsbət olduğu üçün parabolanın qolları yuxarıdır. Parabolanın qolları yuxarı olduğu üçün biz bunun tapdığımız bu 6 nöqtəsi ən kiçik nöqtədir.
Deməli, ən kiçik nöqtədən müsbət sonsuzluğa doğru gedəcək. Bu da cavab olacaq A variantı. 21-ci sualımıza baxaq. Modul x bərabərdir -2/1 üstəgəl 4/3 tənliyinin köklərini tapın. Əvvəlcə -2/1 üstəgəl 4/3-ü həll eləyək. -2/1 üstəgəl 4/3 bərabərdir. 2/1-in məxrəc surətini 2-yə vuraq. 4/2 üstəgəl 4/3. İndi isə 4/3-dən 4/2-ni çıxaq. Olacaq 4/1. Onda belə alınır ki, modul x bərabərdir 4/1 tənliyi verilir. Modul x 4/1 isə x nə olacaq? Bir dəfə müsbət 4/1, bir dəfə də -4/1 uşaqlar. Və bu olacaq 4/1 də 0,25-dir. Onda müsbət mənfi 0,25 olacaq cavabımız. Gəldik 22-yə. 22-ci sualımıza baxaq. Uşaqlar, belə ifadələrdə həmişə məxrəclərin əçobunu tapmaq lazımdır. Yəni, asan üsul olaraq. Məxrəclərin əçobu 12-dir. Və hər tərəfi 12-yə vurmalıyıq. Hər tərəfi 12-yə vurmalıyıq. Onda mən y-i də 12-yə vuracam. Baxın, burada vururam. Buranı da 12-yə vuracam. Buranı da 12-yə vuracam. Bu zaman belə alınacaq. 12y çıxılsın. 4 ilə 12 ixtisar gedir. Qalır 3. Vurulsun 2y üstəgəl 1-i də mörtəzədə yazaq. Böyük bərabərdir. 12 ilə 3 ixtisar gedir. Qalır 4. Yerdə qalan yenə mörtəzədə yazaq. Vurulsun 4y çıx 3. Və alınır 12y. İndi -2 mörtəzəyə vuraq. Çıx 6y çıx 3. Böyük bərabər 4-ü 4y-ə vuranda 16y. Çıx 4-ü 2-yə vuranda 12. İndi 12y-dən 6y çıxanda olacaq 6y. Çıxılsın 3. Böyük bərabərdir. 16y çıx 12. Burada isə 16y-dən 6y çıxmalıyıq. 16-dan 6-nı çıxdıq. Qaldı 10y. Burada yazıram uşaqlar. Baxın. Burada yazıram. 10y. İşarəni qoyuram. -12 ilə digər işarəndən digər tərəfə gətirəndə 12 çıx 3 alınır. Bu da 9 olacaq. İndi hər tərəfi 10-a bölək. 9-u 10-a böləndə 0,9 alınacaq. Qoy buranı silim artıq. Və belə olacaq. 10-da 9 böyük bərabərdir y. Və yaxud da y kiçik bərabərdir 0,9. 0,9-dan kiçik olan ən böyük ədəd nədir? 0-ın özüdür. Bu da C variantı olacaq. Gəldik 23-cü sualımıza. 23-cü sualda deyilir ki, diaqonallar 4 və 4 köklü 3 olan rombun iti bucağının dərəcə ölçüsünü tapın. Yenə romb çəkirik uşaqlar. Biz bilirik ki, kör bucaqdan kiçik diaqonal, iti bucaqdan böyük diaqonal çıxır. Bu 1. Sonra bilirik ki, diaqonallar kəsişmə nöqtəsində yarı bölünür. Bu 2. Bu yarı bölünməni yazaq. Bura 2 kökdə 3. 2 kökdə 3. Burada 2, 2. Sonra bilirik ki, diaqonallar düz bucaq altında kəsişir. Bu 3. Və bilirik ki, diaqonal tənböləndir. Bu da 4. Yəni, bu alfadırsa, bu da alfa olacaq. Baxın, aşağıda bir dənə düz bucaqlı 3 bucaq alınır. Yəni, belə bir düz bucaqlı 3 bucaq alınır. Bura 2 kökdə 3, bura 2. Düz bucaqlı 3 bucaq. Hansı düz bucaqlı 3 bucaqda bir katet digərindən kökdə 3 dəfə böyük olur? 60 dərəcəli. Deməli, 60 dərəcəli bucaq qarşısındakı katet digər katetdən kökdə 3 dəfə böyükdür. Əgər bu 60 isə digər bucaq 30 dərəcə olacaq. Əgər bu 30-dursa, yəni alfa 30-dursa, onda bura 2 alfadır axı. İti bucaq 2 alfadır. 2 alfa da olacaq 60 dərəcə. Deməli, cavabımız olacaq C variantı. Gəldik 24-cü sualımıza.
Kvadratın diaqonalı çəkilən zaman əmələ gələn üçbucaqlardan birinin sahəsi 14 olarsa, kvadratın sahəsini tapın. Kvadratın diaqonalı çəkilən zaman kvadratın diaqonalını çəkirik. Bu bizim kvadratımız olsun. Kvadratın diaqonalını çəkirik. Səhv getdi bir dəqiqə. Düzgün çəkək. Kvadratın diaqonalını çəkilən zaman əmələ gələn üçbucaqlardan birinin sahəsi 14-dür. Yəni bu üçbucağın sahəsi 14-dür. Onda digər üçbucağın da sahəsi 14 olacaq. Ümumi kvadratın sahəsi 28 olacaq. Bu asan bir şey idi. Gələk 25-ci sualımıza. Dörd x kvadratı vurulsun x üstəgəl 1 çıxılsın 4x kubu çıx 1 bərabərdir 0. Mötərizəni açaq. 4x kubu üstəgəl 4x kvadratı yerdə qalanları yazaq. Çıx 4x kubu çıx 1 bərabərdir 0. 4x kubu çıx 4x kubu 0'a gedir. Burada alınır 4x kvadratı çıx 1 bərabərdir 0 və 4x kvadratı bərabərdir 1. X kvadratı da bərabərdir 4'də 1. Nəyin kvadratı 4'də 1 eləyir? Plus minus 2'nin A variantı. 26-cı sualımıza gələk. 26-cı sualda belə deyilir. Üçbucağın perimetri 50-dir, tərəfləri isə 15 və 17-dir. Onun digər tərəfini tapın. Üçbucaq çəkirik. Tərəflər 15 və 17-dir. Digər tərəf verilmir. Perimetri isə 50-dir. Perimetri necə tapırıq? 3 tərəfin cəmi ilə tapırıq. Düzdür. 15 ilə 17-nin cəmi 32 eləyir. 32 üstəgəl x 50 olur. X isə 18 olur. Deməli, digər tərəfimiz 18 D variantı olacaq. 27-ci suala baxaq. Oturacağı AC olan ABC bərabər yanlı üçbucağında B medianı çəkilmişdir. Uşaqlar, medianın xassəsi nədir? Tərəfləri yarı bölür median. Və PABC 60'dır. Onda buraları işarə eləyək. AB, bu da median M olsun. PABC 60'dır. O deməkdir ki, A üstəgəl B üstəgəl 2x bərabərdir 60. PBMC 47'dir. BMC. Bu o deməkdir ki, deməli M üstəgəl B üstəgəl x bərabərdir 47. Və bizdən B medianın uzunluğunu soruşur. Yəni M-i soruşur. M-i necə tapacağıq? Oturacağı AC olan ABC bərabər yanlı üçbucaq. Buranı gözdən qaçırmışıq, bərabər yanlı sözünü. Onda bərabər yanlıdırsa, burada AB olmayacaq, AA olacaq. Gəlin, bura A yazaq. Burada da B olmayacaq, A olacaq. Bağışlayın. Gəlin, bunu da silək, buraları silək, təzədən üstəgəl A, üstəgəl yazaq. Bu da üstəgəl A, üstəgəl yazaq. Onda birinci tənlikdə belə olacaq. 2A üstəgəl 2x bərabərdir 60. Hər tərəfi 2'yə bölsəm, A üstəgəl x bərabərdir 30 alınacaq. A ilə x'in cəmi 30 olduğuna görə, onda belə yazacaq. M üstəgəl 30 bərabərdir 47. Onda M nə olacaq? 17. Cavabımız 17 B variantı olacaq. Gəldik 28-ci suala. KM 3'dür, bura 3. MP 6'dır, bura 6. YM 2'dir, bura 2. MN tap,
Bu da x. Çevrədə vətərlərin kəsişməsi. Biz bilirik ki, çevrədə vətərlər kəsişəndə onların hissələr hasilləri bir-birinə bərabər olur. Yəni 2 vurulsun x bərabərdir 3 vurulsun 6. Buradan 2x bərabərdir 18, x bərabərdir 9 olur. Bu da A variantı. 29'a baxaq. BYS 90 dərəcədir. Özü burada verir. BYS 90. YC perpendikulyardır BS. YC perpendikulyar BS. Bunu da verir. Perpendikulyar 90 dərəcə deməkdir uşaqlar. BC bərabərdir AB. BC AB'ye bərabərdir. Aha, qoy buranı işarə eləyə. A. Bu da A. BC AB'dir. ABC'de düzbucaqlısı. ABC'de düzbucaqlı imiş. Düzbucaqlıdırsa onda onun qarşı tərəfləri bərabərdir. Onda bu da A olacaq. Mən bura bir dənə x yazsam, burada olacaq A üstəgəl x. ABC'de düzbucaqlının sahəsi 196'dır. YB parçasının uzunluğunu tapın. YB parçasının uzunluğu y yazaq bura. Bax, bunu tapmalıyıq. Demək, düzbucaqlının sahəsi 196'dır. Yəni, N-i uzuna vuranda, yəni A-nı A üstəgəl X-ə vuranda eləyəcək 196. Buradan nə alırıq? A kvadratı üstəgəl AX bərabərdir 196. Bu bizə nəyi göstərir görəsən? İndi burada BYS üçbucağına baxın. BYS yuxarıda olan üçbucaq. Bu düzbucaqlı üçbucaqdır və düzbucaq təpəsindən bir hündürlük çəkilir uşaqlar. Biz bilirik ki, düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı hipotenuzdan ayırdığı hissələrin hasilinə bərabərdir. Yəni A vurulsun X olacaq. Eyni zamanda burada bu üçbucaqda Pifagor teoreminə əsasən y-in kvadratı bərabərdir. Yəni hipotenuzun kvadratı bərabərdir. Katetlərin kvadratları cəmi olacaq. Yəni A kvadratı üstəgəl H kvadratı olacaq. Bu isə o deməkdir ki, y-in kvadratı bərabərdir. A kvadratı üstəgəl H kvadratının yerinə də AX yazacağım. Baxın, bu da bizim aldığımız cavabdır. Sol tərəfdə göy rəngdən aldığımız ifadənin cavabıdır. Onda y kvadratı bərabərdir 196 olacaq. 196 nəyin kvadratıdır uşaqlar? 14'ün. Y də bərabərdir 14 olacaq. Bu da C variantı olacaq. Gələk 30-cu suala. Çevrənin radiusunu tapın. Gəlin tapaq. X kvadratı çıxılsın 6x. Mən bunu x çıx 3'ün mörtəzə kvadratı şəklində yazacağım. X kvadrat çıx 6x. Baxın, açanda x kvadrat çıx 6x alınır. Bir dənə də üstəgəl 9 alınır. Mən çıx 9 yazacağım bura. Ondan sonra y kvadratı üstəgəl 12y. Bunu da y üstəgəl 4'ün kvadratı. Yox, 6'nın kvadratı yazacağım. Y üstəgəl 6'nın kvadratı. Açanda yenə y kvadratı üstəgəl 12y üstəgəl 36 olur. Mən çıx 36 yazacağım. Yəni burada çıx 4 var. Çıx 4'ümü də yazın. İndi nə aldıq? Aldıq ki, x çıx 3'ün kvadratı üstəgəl y üstəgəl 6'nın kvadratı mənfi 9, mənfi 36, mənfi 45 eləyir. Sonra mənfi 4 kəndə mənfi 49. Digər tərəfə çəkiləndə müsbət 49. Bu 49 R kvadratıdır. Onda R nə olacaq? 7. Buradakı 3 və mənfi 6 isə çevrənin mərkəzinin koordinatlarıdır. Yəni mərkəz 3, mənfi 6 olacaq. Radius da 7. Cavab Y variantı. Baxın, 30 dənə sualı həll elədik.